Əziz valideynlərimiz, əziz şagirdlərimiz, biz bugün Azərbaycanın gözəl bölgələrindən biri olan Masallı rayonundayıq. Masallı rayonunun Kürdabaz kəndindəyik. Daha bir istedadlı balamızı işıqlandırmaq üçün gəlmişik. Özünü təqdim elə. Mən İsmailov Vəfağa Salihoğlu. Aha. Neçənci sinifdə oxuyursan? 7. Hansı məktəb? Qarğalıq məktəbi. Əlfağa, böyüyəndə nə olmaq istəyirsən? Polis. Polis olmaq üçün nə etmək lazımdır? Oxumaq. Yaxşı oxumaq lazımdır. İnşallah Allah arzularına çatdırsın. Sağ ol. Əlfağa, belə deyək, ən çox sevdiyin fən, ən çox sevdiyin müəllimlər? Az dili, riyaziyyat, ingilis fənlərini daha çox sevirəm. Bəs müəllim? Qarğalıq kənd məktəbində Telman müəllim Azərbaycan dili fənnini keçir. Təranə müəllim riyaziyyat fənnini keçir. Aysel müəllim ingilis fənnini keçir. Çox sevdiyim fənlər və müəllimlərdir. Biz də buradan sən müəllimlərini salamlayırıq. Sağ ol. Aha. Deyək ki, Əlfağanın əziz izləyicilərimiz, atası da buradadır. Atası, Bəli. özünüzü təqdim edin. İsmailov Salih Əzzavoğlu. Övladınıza nə arzu edirsiniz? Övladıma arzu eləyərəm ki, övladımın timsalında bütün şagirdlərə arzu eləyərəm ki, təhsilə diqqətli olsunlar, müəllimlərinə diqqətli olsunlar, müəllimləri bunlar üçün çalışır, bunların gələcəyi üçün çalışır. Mən də arzum odur ki, bunlar öndə gedən, bilikli, savadlı, vətənə layiqli bir övlad kimi yetişsin, böyüsün. Mən də arzularımdır. Amin inşallah. Allah arzularınıza çatsın. Sağ ol. Bizim çağdaş komandasının adından Əlfağa səni ürəkdən təbrik edirik. Uğurlarınız bol olsun. Dövlətə layiqli bir övlad olasınız. Sağ olun.